Salam, hamınızı xoş gördük, dəyərli TikTok və Instagram izləyicilərim. Hamınızın əhvalı xoş və günü mənalı olsun və sizdən rica edirəm ki, bu paylaşma baxan insanlar orada ya plus işarəsi var, ya da ki takip et işarəsi. Onu basın, zəhmət olmasa və bəyəni paylaşmağı da unutmayın. Təqib atmağı da unutmayın mənim əzizlərim. Və Allahdan diləyirəm ki, hamınızın günü xoş, mənalı və gözəl keçsin inşallah, inşallah. İndi isə buğaların növbəsidir. Buğalardan da sonra inşallah əkizləri deyəcəm. Əkizlərin də çünki çox özüm də əkizlər olduğu üçün inşallah əkizlərin artıq az qalıb demək olar ki, bitirməyə ayı. Ona görə də əkizləri dedikdən sonra xərçənglərə keçəcəm. İndi isə buğa bürcü altında doğulanlar. Buğa bürcü altında doğulanlar çox gözəl xasiyyətə malikdir. Buğa bürcü altında doğulan kişilər nə olurlarsa, kim olurlarsa olsunlar, 30 yaşından sonra onların ruzu bərəkətləri yavaş-yavaş inşallah artmağa başlayacaq. Və buğa bürcü altında doğulan kişilərə hər dəqiqə sevirəm, sən yaxşısan, sən mənim əzizimsən, sən mənim dəyərlimsən və səni dünyalar qədər sevirəm deməklə, əziz xanımlar, o buğa kişisini əlinizdə saxlaya bilərsiniz. Çünki buğa kişiləri çox ağıllı və müdrik olurlar, onlar sadiq olurlar, dostcanlı olurlar, vəfalı olurlar və buğa kişiləri nə qədər o yanı bir yanı gəzsələr də, yenə də öz sevdikləri insana dəstək olmağa, öz sevdikləri insanın yanında olmağa çalışırlar. Odur ki, buğa bürcü altında doğulan kişilərdən yalnız və yalnız onlara nəzakət, diqqət, qayğı göstərin və inanın ki, buğa bürcü altında doğulan kişilər, xanımlar, sizin əlinizin altında pişiyə dönəcək. Mən onu bilirəm və onu da sizə əminliklə deyirəm. Və bu kişilər də pul qazanan olurlar, çalışqan olurlar, amma gəl onları əsəbləşdirsin, belə buğa, əsl buğa kimi buynuzunda götürüb ayağının altına qoyacaq səni. Ona görə də onlarla pişim deyə gedin və sonda buğa bürcü altında doğulan kişilər sevdiyi xanımlardan bərk-bərk yapışacaqlar, onları bırakmayacaqlar. Buğa bürcü altında doğulan kişilər gözəl qaynatı olurlar, gözəl ər olurlar, gözəl necə deyim, kürəkən olurlar, ailə başçısı olurlar və öz ailələrində sevdikləri insana sahiblənməyi bacarırlar. Amma buğa kişilərindən də çox dəyərli, buğa kişilərindən də çox mərifətli onlar buğa bürcü altında doğulan xanımlardır. Buğa bürcü altında doğulan xanımlar çox müdrik xanımlar olur, çox romantik xanımlar olur, həssas xanımlar olur. Qayğı çəkən, əzab çəkən, zülüm çəkən, zillət çəkən, buğa bürcü altında doğulan xanımlar, onların mənliyi, qüruru qarşısında mən həmişə demişəm ki, baş əyirəm. Çünki bir buğa bürcü altında doğulan xanım qohumun, əqrəbənin, qonumun, qonşusunun, hamının dərdinə sərinə yarayır, hamıya düzgün yol göstərir, hamıya kömək eləməyə dəstək olur. Bir buğa bürcü altında doğulan xanım, əgər lap kasıb bir buğa bürcü altında doğulan xanımdırsa, gecə saat 12-də də, 1-də də o ailənin qapısını döyür içəri, buğa bürcü altında doğulan xanım olmayan şeydən bir gözəl süfrə açacaq, səni qonaq qəbul edəcək və deyəcəksən ki, hələ bu həmişə yağ bal içində yaşayır. Tay demirlər ki, buğa bürcü altında doğulan xanım yığımcıl ola, o naçornu deyirlər, qara günçün, onlar həmişə saxlayırlar ki, birdən qapıdan girən olar və bizi görməsin, çəkdiyimiz əzabımızı, əziyyətimizi bilməsin, heç olmasa qonağı gözəl yola salaq. Amma buğa bürcü altında doğulan xanım bir evi tək başına polun da vurar, patologunu da vurar, pəncərəsini də qoyar, qapısını da qoyar. O qədər qeyrətli, o qədər dəyərli, o qədər sevdiyi insanlara canın qurban verən xanımlardır. Amma gəl, bu əllərinin qədir qiyməti yoxdur. Kimə yaxşılıq edirlərsə, yamanlıq görürlər. Kimə bir can yandırırlarsa, o insandan vəfasızlıq görürlər. Niyə görə? Buğa bürcü altında doğulan xanımları gözü götürməyən insanlar çoxdur. İstər qohumda olsun, istər əqrəbədə olsun, istər qonumda, qonşusunda, iş yerində olanlar. Çünki buğa bürcü altında doğulan insanlar həqiqətən sevdiyi insanları, qanları bahasına belə qorumağa çalışırlar. Ona görə də buğa bürcü altında doğulan elə xanım var ki, bu günləri ailə qurub,
bir evin altında, bir damın altında öz həyat yoldaşıyla hətta ər-arvad münasibətləri yoxdur. İnan mənə, heç belə bacı-qardaş münasibətləri də yoxdur. Amma gəl balalarının xatirinə deməsinlər ki, mənim qızıma elçi gələndə, mən oğluma elçi gedəndə deməsinlər ki, bunların atası, anası ayrılıb. Və buğa bürcü altında doğulan xanımlar bu cür vəfalıdırlar. Əgər bir buğa bürcü altında doğulan xanımın ailəsi dağılırsa, görün nə dərəcəyə gəlir, çıxır ki, buğa bürcü altında doğulan xanım ailəsini dağıdır. Məcburiyyət qarşısında qalır, artıq çıxış yolu yoxdur və axtarır, tapa bilmir, ona görə də ailəsini dağıdır. Amma buğa bürcü altında doğulan xanımlar elə buğa kimi çalışqan və həmişə, necə qoçlara demişdim, buğa xanımlarında da sağ çiyinlərində kişi yükü, sol çiyinlərində də qadın yükü irəli gedirlər. Evladlarına görə canlarını verirlər, fəda edirlər, yanırlar, şam kimi yanırlar. Və buğa bürcü altında doğulan xanımlar çox nəzakətli xanımlardır. Qədir bilən xanımlardır. Təəssüflər olsun ki, onların dəyərini bilmir çox insanlar. Və buğa bürcü altında doğulan xanımlar gözəl ev, eşi, ailə, uşaq, yığınlı, ondan sonra ocağına, evinə, hər şeyinə bağlı xanımlardır. Ona görə də buğa bürcü altında doğulan xanımların qədrini bilin. Əgər həyat yoldaşınız və yaxud da oğlunuz, qızınız və yaxud da buğa bürcü altında doğulan bir xanımı sevirsinizsə, sevgilinizsə onu əldən buraxmayın. Çünki buğa bürcü altında doğulan xanımı əlindən buraxdınsa, sən arxasız, köməksiz qalacaqsan. Çünki buğa bürcü altında doğulan xanım öz həyat yoldaşının həmi dostu olur, həmi qardaşı olur, həmi sirdaşı olur, həmi yoldaşı olur, həmi həyat yoldaşı olur. Bax, budur buğa bürcü altında doğulan xanımlarımızın dəyəri, keyfiyyəti. Ona görə də mən elə hesab edirəm ki, hər bürcün özünün öz gözəlliyi olduğu kimi buğa bürcü altında doğulan insanlar ümumən çox dəyərli, ağıllı, məntiqli və düşüncəli insanlardır. Bir həyatınızda bir buğa bürcü altında dostunuz varsa, çalışın əldən verməyin, onun qədrini bilin. Beləliklə sizə Allaha əmanət edirəm. Ulduzların vəd etdikləri demişkən bura qədər. Amma unutmayın ki, aydan da, ulduzdan da, güneşdən də yüksəkdə yalnız və yalnız Ulu Tanrıdır. Ulu Tanrı hamınızın köməyi olsun, hamınıza dayaq olsun və hamınıza Allahdan gözəl günlər arzulayıram. Və əkizlər, qulağınız məndə olsun. Çünki özüm də əkizlər olduğum üçün elə özümdən başlayacağım. Özümün müsbət və mənfi xasiyyətlərimi deyəcəm. Artıq mən bundan sonra gizlətməyə heç nə lazım deyil. Nə varsa sizin qarşınızda etiraf edəcəm bir əkizlər kimi və əkizlərin xasiyyətini deyəcəm. Öpürəm sizi, bağrıma basıram, bəyənib təqib atmağı və altından komment yazmağı unutmayın. Allah sizi və sevdiklərinizi qorusun.